Salam uşaqlar. Bu dəfə ixtiyari dördbucaqlıya aid belə bir sahə tuturu isbat eləyəcəyik. İsbat eləyək ki, əgər ixtiyari ABC-də dördbucaqlısında AC və BD diaqonalları verilibsə, o zaman sahə bərabərdir 2/1 vurulsun diaqonallar hasili, vurulsun sinus alfa. Alfa da diaqonallar arasında qalan bucaqdır. Məsələmizə keçməzdən öncə üçbucaqdan belə bir sahə tuturunu xatırlayaq. Əgər üçbucağın iki tərəfi A və B arasındakı bucaqda alfa idisə, onda üçbucağın sahəsi 2/1 AB sinus alfa düsturu ilə tapılırdı. Bu məsələnin isbatında da bu düsturdan istifadə edəcəyik. İndi diaqonal üzərində diaqonalların kəsişdiyi nöqtədən kənarda qalan hissələri adlandıraq. Məsəl üçün AC diaqonalını məsələn A və B şəklində 2 dənə uzunluğa ayıraq. BD diaqonalını da məsələn X və Y şəklində 2 uzunluğa ayıraq. Sonra bu hissəyə bir dənə baxırıq. Yəni diaqonalların kəsişdiyi hissəyə. Diaqonalların kəsişdiyi hissədə A bucağına qarşılıqlı digər alfa bucağına qarşılıqlı digər alfa bucağı qeyd edək. Alfanın qonşusu isə beta da deyə bilərik. 180 çıx alfa da deyə bilərik. 180 çıx alfa deyək bu bucağa. 180 çıxılsın alfa. Bura olacaq 180 dərəcə çıx alfa. Qarşılıqlı bucaq olaraq bu hissədə 180 dərəcə çıx alfa olmalıydı. Ya da ora beta yazıb kənarda alfa topla betanın 180 dərəcə olduğunu da qeyd edə bilərdik. Nəysə, belə elədik. İndi diaqonalların kəsişmə nöqtəsinə bir O desək, o zaman ABC-də dördbucaqlının sahəsi SABC-də bərabər olacaq SAOB topla SBOC topla SCOD və topla SAOD. Üçbucaqdan da az öncə öyrəndiyimiz ya da yada saldığımız sahə tapma qaydasını istifadə etsək, SAOB yəni 2/1 AY sinus 180 çıxılsın alfa üstəgəl SBOC yəni 2/1 BY sinus alfa üstəgəlinsin SCOD COD yəni 2/1 XB ya da BX sinus 180 dərəcə çıxılsın alfa və SAOD yəni 2/1 AX sinus alfa. Sonra çevirmə düsturunu da nəzərə alaq burada. Yəni sinus 180 dərəcə çıxılsın alfa. Çevirmə düsturu ilə 180 çıxılsın ikinci rübdür. İkinci rübdə sinus müsbət alır. Adı da dəyişməyəcək. Elə sinus olaraq qalacaq. Sinus alfa olmalıdır. Yəni ki, sinus 180 çıx alfa gördüyümüz yerlərə sinus alfa yaza bilərik. Yəni bunları silib yerinə sinus alfa yaza bilərik. Və bərabərliyi davam elətdirsək, hər bir burada 4 dənə bir hədli var. Hər bir hədlidən 2/1 ortaq vuruq çıxarda bilərəm. Sinus alfanı ortaq vuruq çıxarda bilərəm. Çıxardacağam. 2/1 sinus alfanı ortaq çıxartdıqdan sonra mötərizənin içində qalır AY toplansın, BY toplansın, BX toplansın, AX. Bu da bərabərdir 2/1 sinus alfa. Bu ifadəni vuruqlara ayıraq. AY-dən BY-dən Y-i çıxartdım. A üstə gəlsin B. Topla. BX-dən AX-dən X-i çıxartdım. A üstə gəlsin B. Və ən sonda A üstə gəlsin B-ləri də ortaq vuruq çıxardanda 2/1 sinus alfa A üstə gəlsin B X üstə gəlsin Y alınacaq. Bu da bərabərdir 2/1 sinus alfa A üstə gəlinsin B, yəni AC diaqonalıdır. AC diaqonalı da D1-dir. D1. X üstə gəl Y də BD diaqonalıdır. Vurulsun D2. Yəni ki, özət olaraq yaza bilərik ki, sahə nəyə bərabər oldu? 2/1 vuruqların da yerini dəyişirik. D1, D2
sinus alfa. Bununla da düstur ispat olunmuş oldu. Növbəti videoda toplu birinci hissədən bəzi ispat suallarına baxacağıq. Ümid edirəm ki, faydalı olmuşdur. Sağ olun, izləmədə qalın.